Salam əziz kanal izləyiciləri. Bu gördüyünüz villa Varovski'də satışa çıxdı. Buyurun baxaq. Deməli bu giriş hissə jalüz qapılar. Buradan evin altında maşın qarajına düşür. Həyət 5 sotdan ibarətdir. İçərisində belə dekorativ ağaclar və yaşıllıq hissə mövcuddur. İndi isə keçək evə. Bura qonaq otağı. İntizarda saxlamayım heç. 1 milyon yarıma satmaq istəyirik buranı. Bu gördüyünüz isə qonaq otağı. Birinci mərtəbədə nə var? Burada 2 otaq var. 2 yataq otağı var. Biri bu uşaqlar üçün və mətbəx hissəsi var. Bu da mətbəx hissəsi. 5 sotun içərisində çıxarışlı kupcalı. Bu isə sanitar qovşaqları. Buyurun. Buradan belə göstərdim sizə. Buradan birinci mərtəbədən maşın qarajından qalxan yoludur. Keyfi olaraq saunası və sanitar qovşağı. Keyfiyyətli taxta materialla pilləkənləridir. Qalxırıq ikinci mərtəbəyə. Varovski'də satışda eviniz olarsa, bizlə əlaqə saxlayın. Torpaq sahəmiz var əlimizdə. 2 sot 800. Qiyməti 280 min manata. Kimə maraqlı olsa, buyursun desin. Videosunu göndərim, şəkillərini göndərim, baxsınlar. Bu ikinci mərtəbənin birinci otağı. Burada yenə belə bir sanitar qovşağı. Bu yataq otağının sanitar qovşağı da var. Belə. Buyurun baxaq. Və əziz dostlar, burada yenə digər bir otağı. Burada bizim deməli balkon hissəsi. Qonşuları görürsünüz, mehriban. Mehriban qonşular. Burada da belə bir otaq. Bax, bu keyfiyyətli parketdir. Pilləkənlər, bunlar hamısı keyfiyyətli işlərdir. Qalxaq 3-cü mərtəbəyə görə orada nə var? Deməli, bir dənə padvalı, 2 mərtəbəni qalxdıq. 3-cü mərtəbəsi də mansardı. Mansardı. Burada dəqiqə baxın, göstərim sizə. Ay, bunun işığı deyəsən xarab oldu, ya mən xarab elədim. Burada belə bir vanna otağı var. Burada belə bir. Oo! Bu nədir? Dəqiqə. Bunun hər hamı var. Burada deməli teras və mansard hissəsi. Buranın da balkonu var. 3-cü mərtəbədən də açılsa açılmır, belə görsənir. Bax, 1 milyon 500 min manata.